Bamiyə toxumu haqqında sizə çox az adamın bildiyi istifadə qaydalarını deyim. Bağırsaqlarda jel əmələ gətirərək şəkər və yağın sovrulmasını azaldır. Qığırdaq və oynaqlarda sürüşkənlik yaradır və elastiklik verir. Antioksidantdır və iltihab əleyhinədir. Həzmə də köməklik edir. Ən azı 30 gün istifadə edilir. Oynaq problemlərində 60 gün istifadə edib mütləq 10-15 gün fasilə vermək lazımdır. Məqsədiniz oynaq və qığırdaq üçün istifadədirsə, bir çay qaşığı səhərlər ac qarnına istifadə edin. Şəkər balansı üçün istifadə edirsinizsə, 10 ədəd səhər, 10 ədəd axşam qəbul edin. Bundan başqa, hərəsindən bir qaşıq olmaqla bamiyə toxumu, darçın və qarazinəni suda isladıb içmək şəkər balansını saxlamağa köməklik edir. Həzm və bağırsaq üçün istifadə edirsinizsə, onda 12 ədəd yeməkdən əvvəl qəbul edin. Bundan başqa, hərəsindən bir qaşıq olmaqla bamiyə toxumu, chia və üyüdülmüş kətan toxumu suda isladıb içmək qəbizlik və reflüyə qarşı istifadə olunur. Kişilər üçün bamiyə tozu, safet musli, tonqat ali, bal qarışdırıb yemək ultra kişi məzunu effektini verir. Həddindən artıq istifadə bağırsaqlarda köp və şişkinlik yarada bilər. Şəkər dərmanı istifadə edənlər ehtiyatlı olsunlar, çünki qan şəkərini sala bilər. Böyrək daşı problemi olanlar da uzun müddətli və yüksək dozada istifadə etməsinlər. Daş yaratmaq riski böyükdür. Əgər dizinizdə şaqqıltı və kirəclənmə varsa, bir çay qaşığı bamiyə toxumu, bir çay qaşığı iynə unu bal ilə qarışdırıb 40 gün səhərlər ac qarnına yeyin. Əgər bu məzunu daha da güclü etmək istəsəniz, eyni miqdarda iynə unu, bamiyə toxumu, itburnu tozu, bal və perqa ilə qarışdırıb 2 ay yeyin. Bamiyə toxumu oynaq və qığırdaq üçün dolayı şəkildə faydalıdır. Yüngül və orta dərəcəli artroz, kirəclənmədə, oynaq tutulmasında istifadə edilir. Əslində oynaq ağrılarının səbəblərindən biri də iltihabdır. Bamiyə toxumu isə oynaq içi iltihabı azaldır. Artrozda ağrı hissini yüngülləşdirir. Uzun müddətli istifadəyə yararlıdır. Qığırdağın yağlanmasını təmin edir. Hərəkət zamanı sürtünmə hissini azaldır. Kirəclənmə zamanı ağrı, səhər tutulması, oturandan sonra dura bilməmək kimi hallarda təsirlidir. Amma bu problemlər dərindirsə, uzun müddətli istifadə etmək lazımdır. Bamiyə toxumunun təsirlərini görmək üçün orta hesabla 10-12 ədəd və yaxud da ki 15 ədəd bu insanın çəkisindən asılıdır. Ən azı 3-4 saat isti və ya ilıq suda qalmalıdır ki, islansın, yumşalsın. Yaxşı olardı ki, bir stəkan suya bir çay qaşığı da alma sirkəsi əlavə edilsin. Sirkə bamiyənin yumşalmasına və həzmə yaxşı təsir göstərir. Bamiyə toxumu həm bütöv halda, həm də üyüdülmüş formada istifadə oluna bilər. Üyüdülmüş formada istifadə edəndə onu macun formasında hazırlamaq və ya suyun içərisinə qatıb içmək mümkündür. Əgər bütöv halda istifadə etsəniz, mütləq onu suda isladın və üzərinə sirkə əlavə edin. Bu onun həzminə və parçalanmasına yaxşı təsir göstərir.